Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi bağlamaq hüququna malik şəxslərin minimum yaş həddi 15 yaş müəyyən olunub. Həmin yaş həddinə çatmış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı əsasında əmək müqaviləsi bağlaya bilərlik. Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, həmçinin onların sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işə götürən qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilir. Əmək Məcəlləsində uşaq hüquqlarının müdafiəsi xüsusi tənzimləmələr vasitəsilə həyata keçirilir. Bu müdafiələr azyaşlıların fiziki, əqli, o cümlədən mənəvi inkişafının təmin edilməsinə, onların istismar hallarının qarşısının alınmasına yönəldilib. Uşaq hüquqlarının qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Unutmayaq, uşaqları qorumaq gələcəyi qorumaq deməkdir.